Quba şəhərində yerləşən Heydər Əliyev mərkəzində Quba bir saylı mediasiya təşkilatının rəsmi təqdimatı ilə əlaqədar Birgə Həll davamlı nəticə adlı konfrans keçirilib. Tədbirdən əvvəl Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov, Mediasiya Şurasının Etika Komitəsinin sədri Aqil Əskərov, bir sıra mediasiya təşkilatlarının rəhbərləri və mediatorları, habelə bölgədə fəaliyyət göstərən regional idarə təşkilatlarının rəhbər və nümayəndələri Ulu Öndər Heydər Əliyevin adını daşıdığı parkdakı abidəsini ziyarət edib önünə gül dəstələri qoyublar. Konfransın açılış nitqində Quba bir saylı mediasiya təşkilatının direktoru Hümmət Əliyev çıxış edərək qonaqları salamlayıb və tədbirin rəsmi hissəsinə keçib. Nadir Adilov Mediasiya Şurası İdarə Heyətinin sədri. Biz bugün Quba bir saylı mediasiya təşkilatının ictimai təqdimat mərasimini təşkil etdik və bu mərasimdə Quba ictimaiyyətinin nümayəndələri, eyni zamanda Qubada fəaliyyət göstərən dövlət qurumlarının nümayəndələri, eyni zamanda mediasiya ilə tərəfdaşlıq edən qurumların nümayəndələri də iştirak etdi. Biz eyni zamanda bugün bir Qubada konfrans da təşkil etdik. Mediasiya proseslərində barış əsaslarının keyfiyyətli məzmunu, eyni zamanda əməkdaşlıq imkanları, bizə əhatə edən ekosistemlə bizim münasibətlərimiz və gələcəkdə mediasiya xidmətlərinin keyfiyyətinin daha da artırılması və əməkdaşlığımız sahəsində bir müzakirələrimiz oldu və fürsətdən istifadə edib Quba Mediasiya Təşkilatımızın fəaliyyətinə uğurlar arzu edirəm və Quba ictimaiyyəti də daxil olmaqla ətraf rayonları əhatə edən vətəndaşların diqqətinə çatdırmaq istərdim ki, Quba bir saylı mediasiya təşkilatımıza tam etimad göstərə bilərlər və keyfiyyətli mediasiya xidmətlərinin alınmasında Quba bir saylı mediasiya təşkilatına güvənə bilərlər. Tədbirin sonunda mediasiya sahəsində səmərəli əməkdaşlığa görə bir sıra şəxslərə fəxri fərmanlar təqdim olunub. Cəmilə Nəsir qızı, Aydınat Gözəlov bugün informasiya proqramı üçün.